Salam değerli izleyiciler. Bugün sizə yoldan 150 metr içəridə belə bir mağazinli olan bir həyət evi ilə tanış etmək istəyirəm. Bütün kommunalları var. Həyətə maşın daxil ola bilər, gördüyünüz kimi. 3 otaqlı evdir. Burada toyuq düzə saxlamaq üçün yerdir. Buradan istəsəniz o yandan zabor çəkiləcək, qonşu həyətə görməsin deyə. İki qardaşın evi olub, sonradan ayrılıb da elə bir ki. İstəsəniz zaboru buradan qaldıra bilərsiniz. Qəşəng kürsülü evdir. 6 daş kürsüdür. Burada mağazinə daxil olursunuz. Məhlədəki tək mağazindir bu arada. Yəni gördüyünüz hər şey kondisioner kimi hər şeydə qalır yəni. Xaldeniklər zətlər, yəni hər bir şey qalacaq yəni. Buradan evə daxil oluruq. Aboylarda biraz sökülmələr var, yəni onu da ev yiyəsi təmir edib verəcək, yəni narahat olmayın, yəni bunlar düzələcək. Bura hamamdır, bura sanuzeldir. Burada balaca bir mətbəx var. Balaca deyəndə normaldır. Buradan daxil oluruq zala, uzun bir zaldır, gördüyünüz kimi. Ev çox yaxşı yerdədir. Yoldan 150 metr içəridədir, yəni əsas yoldan 150 metr içəridədir. Bura bir yataq otağıdır. Burada isə digər bir yataq otağıdır. 3 otaqlı evdir. Yəni çox yaxşı vəziyyətdədir. Pəncərələr həyətə açılır. Belə baxın. Cəmi 45.000 manata. Yəni kredi sat deyil, olan qiyməti 45.000 manatdır. Buyurun değerli izleyiciler.